Gemini süni intellekt alətində mövcud olan 8 özəlliyi sizinlə bölüşürəm. Onu da qeyd edim ki, Gemini Google tərəfindən təklif olunur. Bu özəlliklər həm mobil, həm də web versiyada işləyir. 1. Create images. Şəkil yarada və redakt edə bilərsiniz. 2. Deep research. Dərin araşdırmadır. Sualınız üzərində daha çox fikirləşir və daha ağıllı cavablar verir. 3. Model selection. Fərqli modellər seçə bilərsiniz. Uzun düşünən, çevik cavab verən modellər ola bilər. 4. Canvas. Sizin cavabınız redaktə oluna bilən sənədə çevrilir və onu başqalarla bölüşə bilərsiniz və üzərində işləyə bilərsiniz. 5. Guided learning. Guided learning bir müəllim kimidir. Müəyyən mövzunu öyrənmək istəyəndə o sizə bələdçi olur. 6. Visual layout. Sualınızın interaktiv bir web səhifəyə oxşar şəkildə cavablandırılmasını istəyirsinizsə, bunu aktivləşdirin. 7. Live. Live versiyada ətrafı Gemini-yə göstərə bilirsiniz və o sizin ətrafınızda baş verənləri anlayır. Və 8. Connected apps. Bu da yeni bir özəllikdir. Gemini sizin Google kalendar, Gmail və digər hesablarınıza daxil olaraq oradakı məlumatları özünə çəkir və suallarınıza cavab verə bilir. Bu 8 özəlliyi hökmən sınayın və dostlarınızla da bölüşməyi unutmayın.